tədbir iştirakçıları 7B və 8A sinifinin hazırladığı Novruz, elin əziz bayramı adlı tədbirə xoş gəlmişsiniz. Bugün 7B və 8A sizləri gözəl rəqsləri, məzəli səhnətikləri və şeirləri ilə şənləndirəcək. Xalqımızın qədim el bayramı olan Novruz bayramının gəlməsinə sayılı günlər qalıb. Bu səbəblə də ölkəmizin regionlarında, təhsil müəssisələrində, məktəblərdə və bağçalarda müxtəlif tədbirlər və mərasimlər təşkil olunur. Bu tədbirlərdən biri də Sumqayıt şəhər 3 nömrəli tam orta məktəbdə təntənəli şəkildə keçirilir. Hazırlanan Novruz tədbirinə məktəb rəhbərliyi də tamaşa edib. Onu da qeyd edək ki, möhtəşəm tədbirin aparıcılarından biri əməkdaşımız Respublika TV portalının prezidenti Əli Həmzəyev olmuşdur. Tədbir Sumqayıt şəhər Mətləb Quliyev adına 3 nömrəli tam orta məktəbin 7B və 8A sinifinin şagirdləri tərəfindən keçirilmişdir. Onu da qeyd edək ki, tədbir paytaxt Bakı şəhərindən Sumqayıt şəhər Mətləb Quliyev adına 3 nömrəli tam orta məktəbə praktikaya gələn gənc müəllimlər tərəfindən təşkil olunmuşdur. Məktəbin 7B və 8A sinifinin hazırladığı möhtəşəm Novruz tədbiri ilk öncə Bahar qızının rəqsi ilə başlanmışdır. Sonra xalqımızın milli bayramı olan Novruz bayramı haqqında geniş məlumat verilmiş və 7B sinifinin qızlarının haqq-ştaları təqdim olunmuşdur. Bahar kızı buradadır. Səs salmayın buradadır. Gözü qaşı nazlıdır. Bu qız xoş avazlıdır. Daha sonra 7B sinifinin qızları müxtəlif şeirlər səsləndiriblər. Daha sonra 8A sinifinin qızlarının yaylıq rəqsi təqdim olunub. Sonra isə xalqımızın qədim və milli bayramı, bahar ətirli Novruz bayramının obrazları olan Keçəl və Kosa tamaşası izlənilib. Oyruğu, saqqalı it quyruğu, Kosan bir oyun eylər, quzunu qoyun eylər, Yığar bayram konsası, keçərli toyun eylər. Aşağıda bıraxaradı. Gəlbin şahla burada Novruz bayramı keçsin, yəni Afqarşıda Novruz kəndiklər. Onda Novruz baharı, ay baharı, güller nümarı, ay nümarı. Baxsamızda gül olsun, bülbül olsun. Yaman dinləyəcək sarı köşklər. Bayramda biraz yorulur, ben çotura. Hardan gəlsin? Əşki Qubadan. Qubada nə var, nə edir? Ne olur Qubada, hanım mənim almam? Almıyor. Sən oxuyurlar. Hədə ver. Hədə yox, ver bura özümün. Neylədin almanı? Neynilər almam, satırlar satır. Bu neylədin? Qulada öküz aldım. Öküzü neylədin, ay kösa? Hay keçər, öküzün vurdu. Ay zaman, kösa mövdə. Ay zaman, ay gün kösa mövdə. Ay zaman. Yaxşısan kösa. Daha sonra isə 8A sinif şagirdinin rəqsi təqdim olunub. Və sonda 7B sinif şagirdi Tanrıverdi Soy Nurtacın Novruz gəlir, yaz gəlir ifasının sədaları altında 7B və 8A sinifinin şagirdlərinin yallı rəqsi təqdim olunub. Daha sonra isə məktəb rəhbərliyi keçirilən tədbirdən öz təəssüratlarını bildirib. Hər birinizə qarşıda edirəm bayram münasibəti ilə təbrik edirəm. Həmişə belə Novruz abu havasında şən əhval-ruhiyyədə olasınız.
Hazırladığımız dərsimizdə çox yaxşı idi. Qədim Novruz adət-ənənələrinə, musiqilərinə, mahnılarına yer verilmişdi. Çox yaxşı hazırlaşmışdınız. Mən bəyəndim. İlk olaraq bunu deyə bilərəm ki, məktəbin rəhbərliyinə xüsusi təşəkkürümü bildirirəm Ülkər xanıma və onun müəllimlərinə ki, bizim tələbələrimizə gözəl bir şərait yaradıblar. Çox sağ olun. Əmin və Nəzrinin hazırladığı tədbir şənliyində iştirak etdik məktəb rəhbərliyi ilə. Təşəkkürlər. Yəni bu qısa müddətdə tələbələrimiz gözəl bir iş ərsəyə gətiribdilər. Çox sağ olsunlar hər biri, şagirdlərimizə də uğurlar arzulayıram gələcək yollarında. Tələbələrimizə də təbii ki, minnətdarlıq bildirirəm ki, belə gözəl tədbir hazırladılar.